Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənə ərşi daşıyan mələklərin yalnız biri barədə danışmaq icazə verildi, izin verildi və orada Allah Rasulü bir vəsf deyir. Deyir ki, onun qulağı ilə çiyini arası məsafə 700 illik məsafədir, hansı ki, bu məsafəni qət etməkdə quş acizdir. Ərşi daşıyan mələklərdən birinin qulağı ilə çiyini arasında olan məsafədir. Həmçinin mələklərin vəsflərindən onlar, yəni onların cinsi yoxdur. Dişi, erkək, qadın, kişi və bu barədə Quranda bir çox ayələr var. Allah Azza və Cəllə mələklərin Allahın qızları olduğunu deyən, buna etiqad edən ərəblərə bir çox ayədə cavab verib. Onların bu sözlərini inkar edib. Həmçinin mələklərin vəsflərindən onlar yeyib içməzlər. Buna məsələn Qur'andan nəyi dəlil gətirmək olar? Ki, mələklər yemir və içmirlər. Yəni Qur'anda İbrahim əleyhissalamın qissəsi, bəli. İbrahim əleyhissalamın qissəsi, mələklər insan cildində gəlmişlər İbrahim əleyhissalamın yanına. Onlar gedirdilər Lut əleyhissalamın yanına. İbrahim əleyhissalamın yanına gəlib ona və yoldaşı Saraya övlad müjdəsini verəndə İbrahim əleyhissalam onları qonaq kimi qarşılayır və onların mələk olduğunu bilmir. Və onlar üçün yemək hazırladıqda görür ki, onlar yeməyə toxunmurlar, uzaq dururlar və içlərində bir qorxu hiss edirlər. Və sonra İbrahim əleyhissalam bilir ki, o gələn qonaqlar əslində mələk imiş. Və bu qissə də dəlildir ki, mələklər yeyib içmirlər. Və həmçinin bu qissə nəyin dəlilidir? Onun dəlilidir ki, mələklər insan şəklinə girə bilirlər. Və bu barədə dəlillər mütəvatirdir. Quran və sünnədə sayılmayacaq qədər çoxdur. Məsələn, Məryəm əleyhissalamın yanına Cəbrail əleyhissalam gələndə kişi şəklində gəlir. Məryəm anamız elə bilir ki, o yad kişidir. Cəbrail olduğunu bilmir. Və məşhur Cəbrail hədisi. Yəni, sahabələr hətta Cəbraili görüblər. Sahabələr Cəbrailə söhbət ediblər. Lakin öz şəklində yox. Və çox vaxtda Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına Dihyə əl-Kəlbi adlı sahabənin şəklində gəlirdi.